Finansistin 3 sual 3 cavab rubrikasının qonağı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarənin Audit İdarəsinin əməkdaşı Ceyhun Əliyevdir. Ceyhun müəllim 5 dəqiqə ərzində daxili audit sahəsində mühüm suallara cavab verəcək. Ceyhun müəllim, bugün daxili audit və xarici audit arasında fərqlərdən danışacağıq. Birinci fərq nədir? Daxili audit əsas fərq auditin məqsədidir. Daxili audit əsasən təşkilatın əməliyyatlarının səmərəliliyinin, düzgünlüyünün qanuna uyğun müəyyən edilməsi üçün olur və daxili audit daha çox nəzarət, idarə etmə mexanizmlərini təkmilləşdirmək, yəni onları aradan qaldırmaq, riskləri müəyyən etmək üçün olur. Xarici auditdə tam başqadır. Xarici auditdə daha çox maliyyə əməliyyatlarının düzgünlüyü, uyğunluğu yoxlanılır və onların əsasən maliyyə qurumlarına uyğunluğu və digər müxtəlif mühasibat prinsiplərinə uyğunluğu yoxlanılır. Bir də bəs daxili auditin və xarici auditin nəticələri təqdim olunmasında fərqlər nədir? Daxili xarici auditin nəticələrinin təqdim olunması əsas fərq auditoriyasının genişliyindədir. Daxili audit göründüyü kimi, yəni təşkilatın idarə etmə mexanizminin səmərəliliyini artırmaq, yəni orada riskləri müəyyən etmək üçün olduğu üçün daha çox idarə etmə heyətinə təklif olunur, təqdim olunur. Xarici auditdə tam fərqlidir. Xarici auditdə daha çox səhmdarlara, investorlara və maliyyə qurumlarına yəni təqdim olunmaq üçün. Çünki orada əsasən xarici audit zamanı maliyyə məlumatları təsdiq edilir. Təsdiq edildiyi üçün daha geniş auditoriyaya təqdim olunur. Sonda isə hüquqi tələblərdəki fərqlərdən bəhs edək. Daxili audit belə daha çox təşkilatın idarə etməsinin səmərəliliyini təşkil etmək üçün olduğu üçün yəni məcburi olmaya bilər. Yəni şirkətlər, müəssisələr daha çox öz daxili nəzarət sistemlərini gücləndirmək üçün daxili auditdən istifadə edirlər. Xarici auditdə daha çox bir çox ölkələrdə olduğu kimi müxtəlif ölçülərdə fəaliyyət göstərən müəssisələr üçün məcburi ola bilər. Yəni daha çox bunlar investisiya şirkəti, iri müəssisələrdə və investisiya şirkətlərində yəni xarici auditlər dövlət tələbidir. Bəli, məcburidir. Yəni müxtəlif ölçülərdə fəaliyyət göstərən müəssisələr üçün məcburidir. Və nəticədə əsasən daxili auditlə xarici auditin fərqi nədir? Daxili audit daha çox daxili idarə etmə mexanizmini gücləndirmək, təkmilləşdirmək üzərində fokuslanır. Xarici auditdə tam fərqlidir. Xarici audit daha çox maliyyə məlumatlarını təsdiq edir. Yəni onun üzərində öz prinsipini qurur. Geniş cavablarınız üçün Ceyhun müəllim çox sağ olun. Ümid edirəm Finansist jurnalının oxuyucuları üçün bu müsahibə həm faydalı olar, həm də maraqlı olar. Dəvətiniz üçün təşəkkür edirəm. Sağ olun.